Vətəndaş dünyasını dəyişdiyi halda toplandığı pensiya kapitalının bir hissəsinin onun varisinin hesabına köçürülməsi təklif edilir. Millət vəkili Vüqar Bayramov deyir ki, dünyasını dəyişən vətəndaşların pensiya kapitalından istifadə ilə bağlı Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində müxtəlif təkliflər var. Təkliflərdən biri də pensiya kapitalının bir hissəsinin ölən şəxsin varisinin hesabına köçürülməsidir. Millət vəkili onu da bildirib ki, İnkişaf etmiş ölkələrin təcrübəsində diqqət çəkən məqamlardan biri minimum və orta pensiya kapitalı anlayışlarının mövcudluğudur. Təklif isə ondan ibarətdir ki, Azərbaycanda da orta pensiya kapitalı anlayışı qanunvericiliyə daxil edilsin. Vətəndaş minimum və orta pensiya kapitalını təmin etdikdən sonra artıq topladığı vəsaitdən pensiya yaşına çatmadan bəzi istiqamətlər üzrə istifadə edə bilsin. Vüqar Bayramov onu da bildirib ki, belə bir mexanizm insanların rəsmi əmək münasibətlərindən marağını da artıra bilər. Vətəndaşın əmək müqaviləsi ilə işləyərək topladığı pensiya kapitalı yalnız onun gələcək pensiya təminatına deyil, dünyasını dəyişəcəyi halda ailəsinə və övladlarına da fayda verə bilər.